Bakıda dəm qazı faciəsi daha 2 can aldı. News 24 AS xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayonun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 bacı dəm qazından zəhərlənərək həyatını itirib. Məlumata görə 1951-ci il təvəllüdlü Minə xanım Qəzənfər qızı Məmmədova və onun bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıkları evdə huşsuz vəziyyətdə aşkar ediliblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası hər iki qadının artıq vəfat etdiyini müəyyən edib. İlkin ehtimallara əsasən ölmə səbəb evdə istifadə olunan istilik qurğusundan sızan dəm qazı olub. Qonşuların verdiyi məlumata görə bacılar gecə saatlarında evdə tək olublar və hadisə zamanı hər hansı səs-küy müşahidə edilməyib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Hadisənin dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra məlum olacaq. Qeyd edək ki, qış mövsümündə dəm qazından zəhərlənmə halları tez-tez qeydə alınır. Mütəxəssislər və aidiyyatı qurumlar əhaliyə qaz və istilik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyi, evlərin mütəmadi havalandırılmasını və qaz avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını tövsiyə edirlər.